İnə qəsəbəsi, Safxoz ərazisi, İmam Əzəm Məscid küçəsi, bilmirəm 14-15-ci dalandı. Birbaşa məhəllədir, görürsüz? Çox gözəl yerdə. İşıq şotski var, qaz şotski var. Suyu da dövlətin suyudur. Ən əsas da məhəllə olmalıdır. Bax, asfalta buradan ora qədər heç 80 metr məsafə yoxdur. Plus da oradan köməkçi avtobuslar da işləyir. Yəni məsciddən bu evin yanına qədər. Sot yarımdan da artıqdır. Həyətə maşın, 2 dənə maşın rahat girir ha, yəni. Bax, sizə də saxlam. Qiymət də 56 min deyilir. Padvala da giriş var. İdeal ev. Yəni evin arxasında da böyürdən keçid var. Harsa 60-70 sant məsafə qoyubdur. Baxın, belə. Yəni bu qiymətə çox gözəl deyirdi. Həqiqətən 56 minə yox, bu evin qiyməti 70 mindir. Belə təsəvvür eləyin. Dəyər dəyməzə verir. Girirsən belə bir koridor. Aboylarına da hamısını vurub. Qonaq otağına bax, aboy, lüstr, twist-end yeri. Bax, twist-end yerinə qədər. İdealdır, ideal. İş görüblər də. Belə variant istəyənlər, tələssinlər. Deyirlər, məscid küçəsi olsun, Baqati küçə daxı bura. Plusdakı dövlət suyu, qaz işığı olsun. Bax, budur da bu. Ev də geniş evdir. Bu da sanitar qovşağı. Tələsin dostlar, bu qiymətə ev yoxdur, tələsin. 56 min.